Əsas sələfliyin əsasları üçdür. Yəni, üç əsası var. Birincisi nədir? Deməli, birincisi, hər bir əməli, yəni Allah üçün olan ibadəti ixlaslı eləmək. Yəni, sələfliyin əsası budur. Sünnəni yoxa qarışdırmaq, sələfliyin əsası budur. Sələflik deyəndə budur. Birincisi nədir? Birincisi odur ixlas. İxlaslı olmaq. Bütün Allah subhanahu wa ta'ala üçün olan ibadətlərdə nə olmaq? İxlaslı olmaq. İkinci əsil nədir? İkinci əsas odur ki, cəmaatla olmaq. Cəmaatla olmaq. Və həmçində ki, və sən və ta'a, eşitmə və itaat eləmək. Kimə? Əmir sahibinə. Yəni, başçıya. O vaxtda kimi ki, səni asiliyə çıxarmır. Bu, yəni ki, sələfliyin əsasıdır. Üçüncü nədir, qardaşlar? Üçüncü də odur ki, əl-həzr minəl bidəyə vəl-müqtədi'in. Bidətdən və həmçində bidətçidən çəkinmək və yaxud da nə? Çəkindirmək. Və bu, üç əsasdır. Üç əsas sələfliyin əsasıdır. Əgər bu yoxdursa biri, deməli, insan nədir? Sələflikdən uzaqdır.